Bu gün mən müsəlmanam deməklə nə əldə etmək olar? Heç bir şey əldə etmək olmaz. Nə əldə edilir? Mən müsəlmanam. İslam dinini hardan tapacaqsan? Haqqı hardan tapacaqsan? Çoxları deyir ki, dində sünni, şiə söhbəti etmək günahdır. Və deyirlər ki, mən nə şiəyəm, nə sünni, mən müsəlmanam. Ümumiyyətlə, bu günləri məzhəb olmadan kimsə dinə qail ola bilir. Mümkün deyil. Hə. Bu məzhəblər hamısı İslama qayıdır. Amma biz bunu fikirləşməliyik ki, bu gün mən müsəlmanam deməklə nə əldə etmək olar? Heç bir şey əldə etmək olmaz. Nə əldə edilir? Mən müsəlmanam. İslam dinini hardan tapacaqsan? Haqqı hardan tapacaqsan? Məcbursan bir məzhəbə yönəlməlisən. Buna görə də bu müsəlman demək, o demək deyil ki, mən heç bir məzhəbə itaat etməməliyəm. Xeyr. Hansı məzhəb? Peyğəmbərdən sonra İslam dini məzhəbə bölünür. Biz onu axtarmalıyıq ki, hansı məzhəb haqqdır? Hansı məzhəb Quranın, Peyğəmbərin və bizim ağlımızın dediyinə üstün düşür. Onun ardınca getməlidir. Amma bu gün deyə bilməz ki, mən nə şiəyəm, nə sünniyəm. Əslində deməlidir ki, əsl müsəlman həm sünnidir, həm şiə. Yəni, elə Əli əleyhissalamın tərəfdarı olmaq elə əsl sünnidir. Bu gün düzdür, səhv ayrıblar. Əli əleyhissalam kimin sözünü deyir? Əli əleyhissalam deyir ki, mənə kim öyrədib? Peyğəmbər. Peyğəmbərə kim öyrədib? Allah. Əli əleyhissalam nə öyrədib Peyğəmbər? Ta İmam zamana qədər nə hədis gəlib, nəticə etibarı ilə əbi, silsiləvi gedir hamısı Peyğəmbər. İmam Sadiqin də sözü Peyğəmbərin sözüdür. İmam Zamanın da sözü Peyğəmbərin sözüdür. O Peyğəmbərin sözü Allahın sözüdür. Hamısı bir nurdur. Ha, elə əslində də Peyğəmbər sünnəsidir. Amma gəl görək sünni dedikdə, indi bu gün deyirlər Vəhabilər, onlar kimin sözüdür? Bunlar sahabənin sözüdür. Halbuki aralarında bu qədər ixtilaf var o sahabələrlə. Bəli, o gələ izləyicimiz də deyir, mən bu bəzi adamlar deyir, mən elə müsəlmanam, həqiqi İslam. Elə həqiqi İslam odur ki, bu 73 firqədən məsələn hansı haqdırsa da elə həqiqi İslam o məzhəbdir də. Düz İslamın sahibi Peyğəmbərdir, düzdür. Peyğəmbər dedi ki, məndən sonra firqə yaranacaq. Və bundan sonra bu firqənin ardında gedir. O haqdır, onun ardında gedir. Onun deyil, həqiqi İslamda o.